Salam uşaqlar, bugünkü dərsimiz 7-ci sinif üçün yenilənmiş qiymətləndirmə tapşırıqları kitabından növbəti testlərin izahıdır. İkinci yarım il üzrə yekunlaşdırıcı tapşırıqlar. 2 müsbət, 1 mənfi və 1 yüksüz zərrəciklərdən ibarət sistemdə neçə cüt itələmə mövcuddur? İtələmə eyni adlı yüklər arasında baş verir. Baxırıq burada. Müsbət, bir cüt itələmə, mənfi, 2 cüt itələmə, demək 2 cüt itələmə baş verər. Şüşə çubuğu yun parçaya sürtdükdə çubuq və parça hansı elektrik yükü ilə elektriklənər? Ardıcıllığı biz bilirik ki, şüşə gəlir. Elektriklənmə ardıcıllığında, sonra yun, sonra ipək, sonra kağız, pambıq, plastik. Bu ardıcıllığa baxsaq, demək şüşə çubuğu yun parçaya sürtdükdə çubuq və parça hansı elektrik yükü ilə elektriklənər? Özündən yuxarıda olanları müsbət yüklər, aşağı doğru gəldikcə mənfi yüklənir. Deməli, şüşə çubuq müsbət yüklənər, yun parça mənfi yüklənər. Cavabımız olar A variantı. Diaqramımıza baxaq. Lampalar paralel qoşulub ikinci şəklimizdə. Buraya yazarıq. 1. Birləşmənin ümumi müqaviməti ayrı-ayrı lampaların müqavimətlərinin cəminə bərabərdir. Ardıcıl birləşmədə. Lampalardan biri xarab olarsa, digər lampa çözərməz. Ardıcıl birləşmədə hər bir lampanın gərginliyi cərəyan mənbəyinin qütbləri arasındakı gərginliyə bərabərdir. Paralel birləşmədə lampalardan keçən cərəyan şiddəti mənbənin gərginliyindən asılıdır hər iki dövrədə. Cavabımız olar 2, 3, 1, 4, 5. Cavabımız olar A variantı. Verilmiş şəkildə keçirici olan hissələri müəyyən edin. Keçirici olan hissələr kəlbətinin ucu hissəsi 1, rezin əlcək keçirməz, duzlu su keçirər, quru odun keçirməz, altının bu mənbəyə birləşən yeridir, keçirər, hava dielektrikdir, qızıl metaldır, keçiricidir. Bu da keçirici hissədir. 9 da keçiricidir. Cavabımız olar 1, 4, 6, 8, 9. Cavabımız olar Y variantı. Mətni tamamlayaq. Cisimlərin elektrik yükü olub-olmadı. Deməli, bu elektroskopdur. Buraya yazarıq 3. Əsas hissəsi şüşə qaba yerləşdirilmiş metal çubuq və ona bərkidilmiş 2. Baxırıq burada 2 metal vərəqdən ibarətdir. 5. Elektroskopun vərəqləri qapanmış olur. Deməli, yüksüz olan elektroskopun vərəqləri qapanmış olur. Yüklənmiş cismi buraya yazarıq. 2. Elektroskopun metal milinə toxundurduqda vərəqlər eyni adlı yüklə elektriklənər və bir-birindən ayrılanar. Deməli, cavabımız oldu burada. 3, 6, 5, 1, 4, 2. 3, 6, 5, 1, 5, 1. Baxırıq burada 2, 4. 2, 4. Sonda 4'dür. Cevabımız olar A variantı. Hansı zərrəciyin ətrafında elektrik sahəsi mövcuddur? Elektronun ətrafında elektrik sahəsi mövcuddur. Müsbət iyonun ətrafında 1 və 3. Cevabımız olar C variantı. Qollu tərəzinin bir gözünə kütləsi 200 qram olan dəmir disk bağlanmış və ona maqnit yapışdırılmışdır. Tərəzinin digər gözünün kütləsi çəki daşı ilə birlikdə 300 qram olduqda, deməli çəki daşının kütləsi 300 qramdır. Onu biz kiloqrama çevirəndə eləyər 0,3 kiloqram. Onda onun ağırlıq qüvvəsini taparıq. mg bərabərdir 0,3 vur 10 eləyər 3 newton. Deməli, burada isə 200 qramlıq diskdir. Diskin kütləsini kiloqrama çevirsək 0,2 kiloqram. Onun ağırlıq qüvvəsi olar 2 newton. Deməli, burada deyir ki, tarazlıqda olurlar. Tarazlıqda olması üçün burada 3 newton var, burada 2 newton. Deməli, 1 newtonla maqneti cəzb etmə qüvvəsində ən kiçik qiymətini tap. Bu da olar 1 newton. 3 newtonla 2 newtonu çıxarıq. Cavabımız olar A variantı. Reostat üçün hansı ifadələr doğrudur? İş prinsipi naqilin müqavimətinin onun uzunluğunun asılı olmasına əsaslanır. Doğrudur. Gərginliyi ölçür, yanlışdır. Materialdan asılıdır, yanlışdır. Dövrədə cərəyan şiddətini tənzimləyir, doğrudur.
Deməli cavabımız olar 2 və 4. K, L və M nöqtələrində əqrəblərin vəziyyəti necə olar? Baxırıq burada. Bilirik ki, induksiya xətləri şimaldan çıxan istiqamətdə və cənuba doğru gələn istiqamətdə yönəlir. İndi baxırıq K nöqtəsində bizə maqnit əqrəbinin vəziyyəti lazımdır. Bilirik ki, maqnit əqrəbinin şimal qütbü B induksiya xətti ilə eyni tərəfə düşür. Deməli, bura şimal olar, bura cənub. Burada cənuba doğru gəlir. Yenə də B induksiya xətləri bu istiqamətdə olduğundan əqrəbin şimalı, cənubu bu istiqamətdə olar. Baxırıq burada, deməli, N-dən S-ə doğru gəlir. M nöqtəsində lazımdır bizə. Deməli, N-dən S-ə doğru gələndə belə olur və B induksiya xətləri üzüb bu istiqamətdədir, sağa doğru. Onda əqrəbimiz burası N olar, burası S. Cavabımız baxırıq K-da NS, L nöqtəsində yenə NS, M nöqtəsində isə SN. Cavabımız olar C variantı. U bərabərdir 18 volt olan sabit gərginlik mənbəyinin müqavimətləri 7 və 2 ohm olan rezistorlar şəkildəki kimi qoşulmuşdur. Ampermetrin göstərişini hesablayın. Müqavimətlər ardıcıl qoşulduğundan R-ümumi bərabərdir R1 plus R2 yazarıq. Bu da eləyər 7 plus 2, 9 ohm. I də bərabərdir U bölünsün R yazarıq. U 18'dir. R'də tapdıq 9. Cavabımız olar 2 amper. B variantı. Hansı ifadələr doğrudur? Maqnit induksiyası vektorial cəmiyyətdir. Doğrudur. İki sabit maqnit sahə arasında yalnız cəzb etmə qüvvəsi mövcuddur. Yanlışdır. Maqnitin qütblərində maqnit sahəsi daha güclüdür. Doğrudur. Qum və şüşə qırıntılarını qarşılamaqla ayırmaqlar olmaz. Nikel maqnit xassəsində malikdir. Doğrudur. Cavabımız olar 1, 3, 5. Rezistorların müqavimətləri arasında hansı münasibət var? Ohm qanunundan bilirik ki, R bərabərdir U bölünsün İ'dir. Birinci üçün yazarıq. Birincidə U1, U0'dır. İ'də 2I0'dır. İkinci üçün yazarıq. R2 bərabərdir 2U0 bölünsün 2I0. Bu da eləyər U0 bölünsün I0. R3 bərabərdir 2U0 bölünsün I0. Deməli, bizdə ən böyüyümüz olar R3, sonra R2, sonra 1. R3 böyükdür R2, o da böyükdür R1'dən. R1 ən kiçiyimizdir. Cavabımız olar B variantı. Hansı ifadələr doğrudur? 2 şüşə və 2 plasmas çubuğu yun parçaya sürtdükdən sonra. Deməli, baxırıq burada. Yenə ardıcıllığımızdan baxırıq ki, plasmas çubuq mənfi yüklənər. Doğrudur. Şüşə çubuqlar bir-birini cəzb edər. Biri müsbət, biri mənfi yüklənər, onda bir-birini itələyər. Bu yanlışdır. Plasmas və şüşə çubuq bir-birinə təsir etmir, edir. Plasmas və şüşə çubuqlar bir-birini cəzb edir. Doğrudur. Yun parçalar elektrik yükünə malik olmur. Yanlışdır. Cavabımız olar 1 və 4. 10 elektronu olan iyonun yükü Q bərabərdir müsbət Y-dir. İyondakı protonların sayını hesablayın. Deməli, onda yazarıq. Buradan 1E bərabərdir 10E plus X. Buradan da biz X'imizi taparıq. Y çıxılsın 10Y. O da eləyər mənfi 9Y. Q1 bərabərdir 40 millikulon olan yükə elektroskopun vərəqləri arasındakı bucaq 10 dərəcədir. Həmin elektroskopu yükü mənfi 40 millikulon olarsa vərəqlər arasındakı bucaq neçə dərəcə olar? Yüklərin modulları eyni olduğundan, yəni bucağımız da dəyişməz. 10 dərəcə olar. Hansı ifadələr doğrudur? Kibrit çöpü maqnit tərəfindən cəzb olunur, olunmur. Nikel maqnit xassəsinə malikdir. Doğrudur. Polad kürə maqnit tərəfindən itələnir, cəzb olunur. Yanlışdır. Bütün maqnitlərin şimal və cənub qütbü olmaqla 2 qütbü var. Doğrudur. Yerin maqnit şimal qütbü coğrafi cənub qütbünün yaxınlığında yerləşir. Doğrudur. Deməli, cavabımız oldu burada. 2, 4, 5. Müsbət nöqtəvi Q0 yükün yaratdığı elektrik sahəsinin intensivlikləri lazımdır bizə. K nöqtəsində müsbət yükün intensivliyi özündən çıxan istiqamətdə. Deməli, K'ya olar Y.
L nöqtəsində yenə özündən çıxan istiqamətdə D uyğun gəlir, D olar. M nöqtəsində yenə özündən çıxan istiqamətdə aşağıya doğru burada olar A. Situasiyamıza baxaq. Şəkildə şagird laboratoriyada şəkildə göstərilmiş dövrəni yığdı. Ampermetrin göstərişinin 2 amper, voltmetrin göstərişi 18 volt olduğunu müəyyən etdi. Dövrənin də sxemini çəkin. Baxırıq, burada lampamız var. Lampaya ardıcıl olaraq ampermetr birləşdirilmişdir. Açarımız var. 2 qalvanik elementimiz var. Mənfi, müsbət, mənfi, müsbət. Digəri də yenə mənfi, müsbət. Reostat birləşdirilmişdir. Reostatın sürücü qolda xüsusi müqavimətli naqil var. Bu cür dövrəmiz var. Voltmetr də lampaya paraleldir. Buradan da voltmetri qoyarıq. Bu da bizim dövrəmiz. Lampanın müqavimətini hesablayın. Deməli, bilirik ki, lampanın müqaviməti ohm qanunundan R bərabərdir, U bölünsün İ'dir. U 18'dir. İ də 2'dir. Bərabərdir 9 ohm. Reostatın sürücüsünü sağa sürüşdürsək, ampermetrin və voltmetrin göstərişi necə dəyişir? Reostatın sürücü qolunu sağa doğru sürüşdürdükdə, orada R bərabərdir rho L böl S-ə görə naqilin uzunluğu artır. Uzunluq artan kimi müqavimət də artır. Müqavimət artan kimi ampermetrin göstərişi azalır, voltmetrin göstərişi artır. B variantı ilə davam edək. 2 müsbət və 1 mənfi yükdən ibarət sistemdə neçə cüt cazibə qüvvəsi mövcuddur? Cazibə qüvvəsi əks adlı yüklər arasında baş verir. Müsbət mənfi 1 cüt, müsbət mənfi 2 cüt. Cavabımız A variantı. Plasmas çubuğu yum parçaya sürtdükdə çubuq və parça hansı elektrik yükü ilə elektriklənir? Deməli, plasmas ən aşağıda olduğundan elektriklənmə cədvəlində plasmasımız mənfi yüklənər, yum parçamız müsbət yüklənər. Cavabımız olar B variantı. Gərginlik və müqavimət üçün Venn diaqramını yerinə yetirək. Naqilin hazırlandığı maddədən asılıdır. Müqavimət, buraya yazarıq 1. Skalyar fiziki cəmiyyətdir. Hər ikisi cərəyan şiddəti bu cəmiyyətdən düz asıldı. Gərginlik vahidi törəmə vahiddir. Hər ikisinin vahidi törəmə vahiddir. Voltmetrlə ölçülür gərginlik. Cavabımız olar 5 bura. 5 yazarıq. Cavabımız olar 3, 5, 2, 4 və 1. 3, 5, 1, 2, 4. Cavabımız olar C variantı. Verilmiş şəkildə dielektrik olan hissəni müəyyən edin. Dielektrik 1 dəstəyimiz, 3 rezindir, dielektrikdir. Distillə edilmiş su 3 dielektrikdir, 4 distillə edilmiş su dielektrikdir, insan bədəni naqildir, 6 bura keçirici hissədir, 7 plastik borudur, dielektrikdir, 8 naqilin içərisində məfdilidir, keçiricidir, 9 da rezindir, bu da dielektrikdir. Cavabımız olar 1, 3, 4, 7, 1, 3, 4, 7, 9. 1, 3, 4, 7, 9 Y variantımız. Mətni birləşdirək açar sözlərlə. Mənfi yüklü elektroskopun metal bölünü toxunduqda elektronlar milə və oradan da deməli mənfi yüklü baxırıq burada elektroskopun bura çubuq olar. Mənfi yüklü çubuğu elektroskop metal milinə toxundurduqda elektronlar milə və oradan da vərəqlərə keçər. Bu halda vərəqlər mənfi yüklənmiş olar. 1 yazarıq. Müsbət yüklü çubuğu elektroskopun milinə toxundurduqda isə elektronlar mil və vərəqlərdən çubuğa keçər. Bu halda vərəqlər müsbət yüklənər və bir-birindən ayrılanar. 5. Yüksüz cismi elektroskopun metal milinə toxundurduqda vərəqlər meyil etmir. Burada yazarıq 6. Cavabımız oldu 3, 4, 1, 2, 5, 6. Baxırıq burada 3, 4, 1, 2, 5, 6.
3, 4, 1, 2, 5, 6 cevabımız olar A variantı. Hansı zərrəciyin ətrafında elektrik sayısı mövcuddur? Mənfi iyonun. Digərləri neytraldır. Deməli, yalnız 3 olar. Tərəzinin bir gözünə qoyulmuş 200 qramlıq kütləli maqnit. Maqnitin kütləsi 200 qramdır. Onu çevirək, eləyər 0,2 kiloqram. Onun ağırlıq qüvvəsi də 0,2 vur 10, eləyər 2 newton. 350 qramlıq çəki daşı ilə 350 qramda kiloqrama çevirsə, eləyər 0,35 kiloqram. Onun da ağırlıq qüvvəsi olar, ona vurarıq 3,5 newton. Tarazlaşmışdır. Maqnitlər arasında qarşılıqlı təsir qüvvəsini hesablayın. Deməli, bu 3,5 newtondur. Burada 2 newton varsa, qarşılıqlı təsir 1,5 newton olar. Cevabımız olar C variantı. 8-ci tapşırığımıza baxaq. Hansı ifadələr doğrudur? Reostatın sürücüsünü sağa sürüşdürdükdə müqavimət və ampermetrin göstərişi. Reostatın sürücü qolunu sağa sürüşdürdükdə məftilin uzunluğu artır. R bərabərdir. Rho L böl S düsturuna görə onda müqavimət də artır. Deməli, dövrən ümumi müqavimət artar. Ampermetrin göstərişi də müqavimətlə tərs mütənasib olduğuna ampermetrin göstərişi azalar. Artar, azalar. Cevabımız olar C variantı. Maqnit əqrəblərinin vəziyyətinə baxaq. Deməli, K nöqtəsində baxırıq ki, B induksiya xətləri bu istiqamətdədir. Onda əqrəbin də şimal qütbü o istiqamətdə olar. NS. Burada M nöqtəsində B induksiya xətləri aşağıdır. Onda əqrəbin şimal qütbü də aşağı olar. NS yazarıq. Burada yuxarıdır. Onda əqrəbin şimal qütbü olar yuxarı, cənub qütbü aşağı. Deməli, K nöqtəsində bu istiqamətdə, L nöqtəsində yuxarı N, aşağı S, M nöqtəsində aşağı N, yuxarı S. Cevabımız olar Y variantı. Müqavimətləri 15 və 30 ohm olan iki naqil şəkildəki kimi birləşdirilmişdir. U 60 volt olarsa, ümumi voltmetrin göstərişi nəyə bərabərdir? Birinci R ümumini taparıq. 15 plus 30 eləyər 45 ohm. I ümumini taparıq. U bölünsün R. 60 böl 45. Bunu da ixtisar eləsə 15'ə 4 böl 3. Ardıcıl birləşmə olduğunu hər ikisində cəryan şiddəti eynidir. Onda ikinci lampadakı gərginliyimiz U bərabərdir. I vurulsun R 2 olar. İ'ni tapdıq 4 böl 3. R2'miz də 30. Bu da eləyər 40 volt. Cevabımız olar A variantı. Hansı ifadələr doğrudur? Maqnit induksiyasının BCD vay Tesla'dır. Doğrudur. Maqnitlə arasında məsafə azaldıqda onlar arasındakı qarşılıqlı təsir qüvvəsi də azalır. Azalma qarşılıqlı təsir qüvvələri həmişə bir-birinə bərabər olur. Maqniti 2 hissəyə bölsək, yalnız şimal və cənub qütbü olan 2 maqnit almaq olar. Yanlışdır. Maqnit sayısı maqnit qüvvəli xətləri ilə təsvir olunur. Doğrudur. Kobaltdan cisim maqnit tərəfindən cəzb edilir. Doğrudur. Cevabımız olar 1, 4, 5. Y variantımız. 12'ye baxaq. İki rezistor üçün cəryan şiddətinin gərginlikdən asıllıq qrafiki verilib, onların müqavimətlərinin nisbətini hesablayın. Yazarıq R1 bərabərdir. U1 bölünsün I1 bərabərdir. U1'imiz 4 böl 3. R2 bərabərdir. U2 bölünsün I2. O da 20 böl 3. Bizdən R2 böl R1 lazımdır. Bizə R2 böl R1 bərabərdir. 20 böl 3 vur bunu kəsrimizin tərsi 3 böl 4. O da eləyər 5. Cevabımız olar C variantı. Hansı ifadələr doğrudur? İki şüşə çubuğu yun parçaya sürtdükdə demək şüşə çubuqlar müsbət yüklənər. Doğrudur. Bir-birini cəzb edər. Olmaz. Yun parça əlavə elektron qazanır. Demək, yun parça mənfi yüklənər. Doğrudur. Elektron qazanır. Çubuqlardakı müsbət yüklər yun parçaya keçir. Yanlışdır. Şüşə çubuq və yun parçadakı ümumi yük dəyişmir. Yanlışdır. Cevabımız olar 1 və 3. 8 protonu olan iyonun yükü mənfi 2 elektrondur. İyondakı elektronların sayını müəyyən edin. Mənfi 2 elektron bərabərdir 8 plus x. Buradan da x'i taparıq. 8 çıxılsın mənfi 2 elektron. O da eləyər 10. Q1 bərabərdir. Mənfi 30 milliklon
yükə malik elektroskopun vərəqləri arasındakı bucaq 5 dərəcədir. Həmin elektroskopun yükü 30 millikulon olarsa, onun vərəqləri arasındakı bucaq neçə dərəcə olar? Yenə 5 dərəcə olar, çünki yüklərin modulları dəyişmir. Hansı ifadələr doğrudur? Maqnitin qüvvə xətləri şimal qütbündən çıxır, cənub qütbünə doğru olur, qapanır, doğrudur. Yalnız bir qütbü olan maqnit mövcuddur, yanlışdır. Kompasın əqrəbi mis və ya alüminiumdan hazırlanır, yanlışdır. Maqnit cəzb ediləsi materiallardan hazırlanır. Sabit maqnitlər maqnit xassəsini uzun müddət özündə saxlayır, doğrudur. Şüşə və dəmir qırıntılarının qarışığı ilə maqnitin köməyi ilə ayırmaq olar. Bəli, dəmir maqnit tərəfindən cəzb olunur deyə ayırmaq olar. Cavabımız olar 1, 4, 5. 17-ci tapşırığımıza baxaq. Mənfi nöqtəvi Q0 yükün yaratdığı elektrik sahəsində yerləşdirilmiş Q1 yükünə mənfi müsbət bir-birini cəzb edir. Onda Q1 yükünə təsir edən qüvvə bu istiqamətdə olar. 1-ə olar C. Q2 yükünə Q2 yenə müsbət mənfi bir-birini cəzb edir. Buna olar yuxarı B. Q3 yükünə mənfi bir-birinə itələnir. Q3 yükü sağa doğru itələnər. Buna da olar D. Situasiyamıza baxaq. Şagird laboratoriyada qütblərindəki gərginlik 36 volt olan cərəyan mənbəyinə sxemdəki kimi çubuqları və müqaməti 6 ohm olan lampanı qoşduqda onun yanmadığını müəyyən etdi. İki çubuğun yerini dəyişdikdən sonra lampa yandı və bu halda ampermetrin göstərişi 2 amper olduğunu göstərdi. Lampanın yanması üçün şagird hansı çubuqların yerini dəyişdi? Baxırıq burada dövrə qapanması üçün burada plastik çubuğu götürüb yerinə burada mis çubuğu qoysaq, onda dövrə qapanar və bu istiqamətdə cərəyan keçər, lampa yanar. Deməli, mis çubuqla plastik çubuğun yerini dəyişdirmək lazımdır. Lampa yandıqda voltmetrin göstərişini hesablayın. U bərabərdir. I vurulsun R'dir. İ'miz 2 amperdir. R də deməli 6'dır. 2 vur 6 eləyər 12 volt. Dəmir və mis çubuqları müqamətlərin cəmini hesablayın. Onda biz buradan R ümumini taparıq. R ümumi bərabərdir. U ümumimiz 36 voltdur. I də 2 amperdir. Bu da eləyər 18 ohm. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Xatırladım ki, 7-ci sinif qiymətləndirmə tapşırıqları mövzusu burada yekunlaşdı. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.